Bismillah. Bürclərin Mart ayına ən düz numeroloji proqnozu. Mart ayı numeroloji olaraq 3 rəqəminin enerjisi altındadır. 2 plus 0 plus 2 plus 6 plus 3 bərabərdir 13. Bu da bərabər 1 plus 3 bərabər 4. Amma Mart ayı ayrıca 3 vibrasiyası daşıyır. Bu isə ünsiyyət, yaradıcılıq və şans qapılarının açılması deməkdir. Gəlin hər bürc üçün ən dəqiq numeroloji proqnoza baxaq. Qoç, Martda 1 və 3 enerjisi güclənir. Yeni başlanğıclar üçün ideal vaxtdır. Pul enerjisi ayın ortasında açılır. Boğa, 6 və 4 rəqəmləri aktivdir. Maddi sabitlik artır. Amma səbir lazımdır. Ayın sonu qazanc gətirəcək. Əkizlər, 3 və 5 enerjisi zirvədədir. Sürpriz xəbərlər, yeni imkanlar, qəfil pul şansı mümkündür. Xərçəng, 2 və 7 vibrasiyası təsirlidir. Daxili hisslər güclənir. Pul yavaş gəlsə də davamlı olacaq. Şir, 1 və 8 enerjisi çox güclüdür. Böyük pullar və uğur qapısı açılır. Liderlik sizdədir. Qız, 4 və 6 rəqəmləri ön plandadır. Zəhmətin bəhrəsini alma ayıdır. İşdə yüksəliş mümkündür. Tərəzi, 3 və 9 enerjisi aktivdir. Köhnə problemlər bağlanır, yeni şanslar gəlir. Sevgi plus pul birlikdə ola bilər. Əqrəb, 7 və 8 vibrasiyası güclüdür. Gizli gəlir mənbələri açıla bilər. Böyük dönüş ayıdır. Oxatan, 5 və 1 enerjisi aktivdir. Səyahət, dəyişiklik və yeni qazanc yolları görünür. Oğlaq, 4 və 8 rəqəmləri güclənir. Karyera və pul baxımından ən şanslı aylardan biridir. Dolça, 3 və 7 enerjisi təsirlidir. Yaradıcı ideyalar pul gətirə bilər. Gözlənilməz uğur var. Balıqlar, 2 və 6 vibrasiyası aktivdir. Sevgi və ailə ilə bağlı xoş hadisələr, maddi rahatlama gəlir. Ən şanslı rəqəmlər Mart üçün 3, 6, 8-dir. Pul enerjisi ən güclü bürclər Şir, Oğlaq, Əqrəb, Əkizlərdir.